Sahil Babayevin nazir təyin edilməsindən sonra sosial sahədə aparılan islahatlar çərçivəsində bir sıra şəxslərin saxta yollarla pensiya və əlillik ödənişi aldığı müəyyən olundu. Bu hallar aşkarlanandan sonra həmin şəxslərin pensiyaları kəsildi. Ancaq islahatlar vaxtı real sağlamlıq problemi olan bəzi şəxslərin də pensiyalarının dayandırıldığı haqda iddialar yayılırdı. Bəs pensiyası kəsilən şəxslər problemlərini sübut etdikləri halda təqaüdlərini yenidən bərpa etdirə bilərlər? Mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, pensiyası kəsilən şəxslər hüquqlarını sübut etdikləri halda mübarizə apararaq təqaüdlərini bərpa etdirə bilərlər. Onun sözlərinə görə, əgər vətəndaşın pensiya almaq hüququ qanunvericiliyə uyğundursa və ona qarşı haqsızlıq edilibsə, bu halda hüquqi mexanizmlərdən istifadə etmək mümkündür. Kimin pensiyası kəsilibsə, mübarizə aparıb pensiyasını bərpa edə bilər. Bu, onların qanuni haqqıdır. Əgər kəsilmə zamanı qanunsuzluq müəyyən olunarsa, pensiya yalnız bundan sonraki dövr üçün deyil, kəsildiyi əvvəlki müddətlər üzrə də bərpa ediləcək. Xalid Kərimli əlavə edib ki, Sahil Babayevin nazir olduğu dövrdə sosial təminat sahəsində qaydalar ciddi şəkildə dəyişdirilib. Bu dəyişikliklərin əsas məqsədi qanunsuz yollarla əlillik və pensiya ödənişi alan şəxslərin qarşısını almaq olub. Qanunsuz əlillik pulu alanların ödənişləri dayandırıldı. Eyni vaxtda qanunvericilik dəyişdirildi ki, daha az sayda, amma həqiqətən ehtiyacı olan insanlara əlillik və sosial ödənişlər verilsin. İqtisadçının sözlərinə görə, real problemi olan şəxslər sənədlərlə bunu sübut etdikdə, onların pensiyalarının yenidən bərpası mümkündür.